رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah razı olsun bu məclisi təşkil edən qardaşlardan. Allah mallarına bərəkət versin. Elhamdülillah bugün 20. günün orucunu Allah'ın izniyle tamamladık. Ve artıq məğribdən sonra 21. gecəyə qədəm qoyduq. Və 21. gecə Ramazan ayının son 10 gecələrindən birincisidir. Ramazan ayının son 10 gecəsi 21. gecədən başlayır. Fərq eləməz, istər ay 29 olsun, istər 30 olsun. İlk Ramazan ayının son 10 gecələrindən ən birincisi 21. gecədir. Məhz bu gecədən başlayaraq Qədir gecələri ehtimal olunan tək gecələr başlayır. 21. gecə, 23, 25, 27 və 29. Və budur artıq qardaşlar, yəni Ramazanı başa vururuq. Ramazan bitir. Hansı ki sanki dünən Ramazanı qarşılayırdıq. Qarşılamaq üçün tədarük görürdük. Hazırlaşırdıq ki Ramazan daxil olur. Və bugün artıq son 10 gecədir. Ramazanın artıq əksər günləri keçib, yəni əksər hissəsi keçib, lakin ən fəzilətli günlərdəyik. Və Ramazanın belə tez keçməsi bizə nəyi xatırladır? Bizə xatırladır ömrün qısa olmasını və dünyanın fani olmasını bizə xatırladır. Yəni insan ömrü də belədir. İnsan ömrü də belədir. Artıq ömrümüzün müəyyən bir yaşına gəlib çatmışıq və fərq eləmir. Yəni yaşından asılı olmayaraq istər 50 yaş olsun, istər 60 yaşa çatan olsun, istər 30, istər 20. Kimdən soruşsan, deyər ki, çox tez gəldi, keçdi ömür. Hamı bunu deyəcək. Yəni, ömrün çox tez gəlib keçməsindən şikayətlənəcək. Və həqiqətən də belədir. Yəni, ömür çox qısadır. Günlər, illər çox sürətlə keçir. Lakin bizə qalan nə olur? Bizə qalan əməllərimizdir. Əməllərimizdən başqa heç bir şey bizə fanidir, bizə qalmayacaq. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, insan dünyasını dəyişəndə 3 şey onun arxasınca gedir. Malı, ailəsi və əməli. Ailəsi ilə malı qayıdır, lakin nə qalır? Əməl. Yəni insana fayda verən də bu olacaq. Və Ramazanın belə tez keçməsi də bizə sanki bunu xatırladır. Ömür də belədir. Ömür də belədir və ona görə də insan bacardığı qədər Ramazanın bu mübarək günlərindən, bu fəzilətli günlərindən istifadə eləməlidir. Bəlkə də bilmək olmaz, bəlkə də sonuncu Ramazandır. Bəlkə gələn Ramazana yetişməyəcəyik, yəni bunu Allah bilir. Lakin hal-hazırda Allah bizə nemət verib və bizi bu Ramazana yetişdirib və bu Ramazanın ən fəzilətli günlərini yaşayırıq. Və biz həqiqətən də ömrümüzün ən fəzilətli günlərindən birini yaşayırıq. Və bu da Ramazan ayının son 10 günləridir. Və keçən dərsimizdə Qədir gecəsindən danışdım və bugün istəyirəm qısa olaraq Qədir surəsini qısa olaraq izah edeyim, şərh edeyim. Həm özüm üçün fayda olsun, həm sizin üçün. Çünki bugün bayaq qeyd elədiyim kimi, yəni Ramazan ayının Qədir gecəsi ehtimal olunan gecələrdən biridir. Hətta hədislərdən birində gəlir ki, Qədir gecəsi, yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dövründə bir il
Qədir gecəsi məhz 21-ci gecə olub. Yəni bilmək olmaz. Bəlkə biz indi hal-hazırda Qədir gecəsindəyik. Və Qədir surəsi, yəni Allah Teala deməli Qədir gecəsinin fəziləti barədə yəni Allah Teala bir surə nazil edir Quran-Kərimdə, Qədir surəsi. Və bu da Qədir gecəsinin önəminə dəlalət edir. Yəni göstərir ki, bu gecə çox dəyərli bir gecədir. Və indi qısa olaraq həmin demək surəni istəyərdim demək sizinlə paylaşım, oradan çıxan faydaları. Allah Teala Quran-Kərimdə buyurur ki: Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Həqiqətən biz onu, yəni Quranı Qədir gecəsi nazil etdik. Və ilk olaraq burada Allah Teala deyir ki, həqiqətən biz. Yəni niyə biz deyir Allah Teala? Çünki ərəb dilində demək ərəb dilinin qrammatikasında birinci şəxs insan və yaxud deməli özü-özünə, yəni özü-özünü əzəmətləndirərək biz deyə deməli ifadə edə bilər özünü. Birinci şəxsdə. Necə ki bizdə hörmət əlaməti olaraq ikinci şəxsə siz deyirik. Ərəblərdə bu yoxdur. Onlarda birinci şəxsə var. Yəni biz və burada da Allah Teala özü-özünü əzəmətləndirir və qeyd edir ki, həqiqətən biz onu, yəni Quranı Qədir gecəsi nazil etdik. Və Qədir gecəsi də hansı aydadır? Ramazan ayında. Dəlil nədir? Allah Teala Bəqərə surəsində buyurur ki: Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an. Yəni Quranın nazil olduğu Qədir gecəsi. Və sonra Allah Teala buyurur ki: "Və mə ədrake mə leylətul qadr." Yəni sən nə bilərsən ki, Qədir gecəsi nədir? Qədir gecəsinin nə olduğunu sən nə bilərsən ki? Yəni burada yəni sual şəklində gəlir bu. Lakin burada məqsəd yəni Qədir gecəsinin dəyərini və onun əzəmətini bildirmək üçündür. Allah Teala sanki sual formasında bildirir ki, sən nə bilirsən ki, Qədir gecəsi nədir? Və sonra Allah Teala buyurur ki: Leylətul qadri xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan üstündür. Yəni insan 1000 ay nə qədər eləyir? 83 ildən çox. Günlərlə götürsək 30.000 gündən, 30.000 gecədən. Yəni hər ayı 30 götürsək, 1000'ə vursa 30.000 gecədən üstündür. Yəni bir insan 30.000 gecə hansısa bir ibadəti yerinə yetirmiş olsa və bu gecədə də həmin ibadəti yerinə yetirsə, bu gecədə həmin ibadəti yerinə yetirməsi 30.000 gecədən yerinə yetirməsindən daha üstün olacaq. Yəni bir dənə bu gecədə, məsələn 2 rükət namaz qılsa, 83 il, 84 il və yaxud 30.000 gecə həmin namazı qılmaqdan daha üstündür. Bu gecədə etdiyin hansısa bir zikir 83 il yəni gecədə həmin zikri etməkdən daha üstündür və bu qaydada. İstənilən bir ibadət, istənilən bir zikir, istənilən bir əməl bu gecədə yerinə yetirmək həmin ibadəti 83 il yerinə yetirməkdən daha üstündür. Və sonra Allah Teala buyurur ki: Tənəzzəlül mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli əmr. O gecə mələklər və ruh deyəndə kim qəsd olunur? Cəbrail əleyhissalam. Rəbbinin izni ilə hər bir iş üçün enərlər. Rəbbinin izni hər bir iş üçün. Yaxşı, bu iş nədir? İnsanların bir illik qədərini yazmaq üçün. Yəni, bu Qədir gecəsi, gələn Qədir gecəsinə qədər olan, deməli, qədər yazılır. Və bu da nəyi göstərir? Yəni, həmin gecənin mübarək olmasını, həmçinin mələklərin nazil olmasını
Və Qədr adlanması da buradan götürülür. Yəni qədər sözündəndir. Və sonra Allah nə buyurur? Selamun hiyə həttə mətlə'il fəcr. Yəni o gecə dan yeri sökülənədək əmnamallıq və sülhlə dolu bir gecədir. Yəni Qədr gecəsi salamat bir gecədir. Bərəkət dolu bir gecədir. Və bu qədər qardaşlar bu surə barədə və Allahdan istəyirəm ki, Allah təala bizi Qədr gecəsinə imanla və savabını Allahdan umaraq ibadətlə keçirməyi nəsib eləsin bizə. Bizi bu Ramazanda bağışlanan qullarından etsin və bizdən əməllərimizi qəbul etsin. Sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi.